Salam, hər vaxtınız xeyir. Mən İnnovativ Təhsil Mərkəzinin Fizika üzrə təlimçisi Sultanova Fatimə. Bugün sizlərlə statikanın əsasları bölməsindən DİM 2025 proqramına yeni salınmış sualların izahlarına baxacağıq. İlk öncə baxaq ağırlıq qüvvəsi mövzusundan 35-ci suala. Deyir ki, yer səthinin verilmiş nöqtəsindəki eyni kütləli cisimlərə təsir edən ağırlıq qüvvələr arasında hansı münasibət doğrudur? Baxın, normalda biz adətən götürəndə yeri kürə formasında qəbul edirik. Əslində isə yer kürəsi, yəni yer planeti kürə formasında deyil, reallıqda elliptik, yəni götürən yumurta forması kimi. Baxın, haradasa bu formadadır. Yəni elə bil ki, yanlardan sıxılmış formadadır. Yerin ekvatorun uzunluğu, deyirik ki, bu xətdir, bura ekvatordur. Yerin qütbləri isə yuxarıda, bu xətlər isə yerin qütbləridir. Normalda biz küre formasında götürəndə kürədə bilirik ki, radiuslar bir-birlə bərabərdir. Amma əslində reallıqda yer kürəsi elliptik formada olduğuna görə yerin ekvatorunun uzunluğu onun qütblərinin uzunluğundan nədir? Böyükdür. Yəni ekvator bu xətdir. Görünür ki, ekvator qütblərin uzunluğundan nədir? Daha çoxdur. Yəni reallıqda əslində bu belədir. Ekvatorun uzunluğu qütblərin uzunluğundan böyükdür. Radiusu deyək, uzunluğu deyək, yəni fərqi yoxdur. Biz də bilirik ki, ağırlıq qüvvəsinin üstünü yerin səthində götürəndə, yəni yer üçün götürəndə J vurulsun, M vurulsun, M bölünsün, E kvadratıdır. Yəni, dünya cazibə qanunundan göründüyü kimi ağırlıq qüvvəsi radiusla və yaxud da məsafə ilə necə asılıdır? Tərs kvadratik asılıdır. Əgər ekvatorun uzunluğu qütblərin uzunluğundan böyükdürsə, onda cazibə qüvvəsi tam əksi olacaq. Deməli, cazibə qüvvəsi əksinə qütblərdə ekvatordan nədir? Daha çoxdur. Yəni, sözlə belə qayda kimi desək, biz ekvatordan qütblərə doğru getdikcə cazibə qüvvəsi artır, tam tərsinə qütblərdən ekvatora getdikcə isə cazibə qüvvəsi neynəcək? Azalacaq. İndi bura fikir verək, bir nöqtəsi ekvatorun üzərindədir. Birdən elə bir sanki biz burada nə edirik? 1, 2, 3-ü müqayisə edəsə, ekvatordan qütblərə doğru gedirik. Deməli, qütblərdə həmişə cazibə qüvvəsi daha çoxdur. Yəni, F3 böyükdür F2-dən, o da böyükdür F1-dən. Bir nöqtəsi ekvatordadır, ən kiçik oradadır. 3 nöqtəsi qütblərdədir, ən böyük qütblərdədir. Deməli, ekvatordan qütblərə doğru getdikcə nə olur? Cazibə qüvvəsi azalır. F3 böyükdür F2-dən, o da böyükdür F1-dən.